Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Prezident İlham Əliyev peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan sərəncam imzalayıb. Sənədə əsasən 2026-2030-cu illər ərzində müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsi tikiləcək. 2 müəssisədə isə əsaslı təmir və yenidən qurma işləri planlaşdırılır. Yeni infrastrukturun yaradılması peşə təhsili alan şəxslərin əmək bazarındakı xüsusi çəkisinin artırılmasına mühüm töhfə verəcək. Qeyd edək ki, bu sahəyə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında öz əksini tapıb. Yasamal rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində at ətinin satışa çıxarıldığı müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə məlumatında bildirilir. Aparılan tədbirlər nəticəsində qanunsuz fəaliyyət göstərən 2 nəfər Kamal Əkbərov və Mehman Cəfərov saxlanılıblar. Məntəqəyə keçirilən baxış zamanı 1 tondan artıq at əti aşkarlanıb. Araşdırmalar göstərir ki, saxlanılan şəxslər mənşəyi məlum olmayan, istehlaka yararsız at ətini keyfiyyətli mal əti adı ilə satışa çıxarıblar. Fakt üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir. Ötən gecə Lökbatan qəsəbəsinin Qobu Park 1 yaşayış masivində 4 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi açılıb. İlkin araşdırmalara əsasən yanğın Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun mənzilində baş verib. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin məlumatına görə, yanğından yüksələn tüstü nəticəsində 86-cı mənzildə yaşayan Füzuli rayonundan məcburi köçkün Əkrəm Yusifovun həyat yoldaşı 1998-ci il təvəllüdlü Zülfiyə Yusifova, onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov, 2019-cu il təvəllüdlü Məryəm Yusifova, eləcə də 88-ci mənzildə yaşayan 1953-cü il təvəllüdlü Yusif Hüseynov həlak olublar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və ekspertlər tərəfindən hadisə yerinə baxış keçirilərək maddi sübutlar toplanılıb. İş üzrə obyektiv istintaq aparılaraq qanuna uyğun qərar qəbul olunacaq. Almaniya kansleri Friedrich Merz dekabrın 9-da Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Bu barədə məlumatı hökumət nümayəndəsinin müavini Sebastian Hir jurnalistlərə açıqlayıb. Hökumət sözçüsü bildirib ki, Paşinyan çərşənbə axşamı saat 16:00-da federal kanslerin idarəsində hərbi mərasimlə qarşılanacaq. Daha sonra tərəflər geniş tərkibli danışıqlara başlayacaqlar. Müzakirələr ikitərəfli münasibətlərin inkişafı, regiondakı ümumi vəziyyət və Bakı-İrəvan sülh gündəliyini əhatə edəcək. Görüşün sonunda liderlərin birgə mətbuat konfransı nəzərdə tutulur. Dekabrın 6-sında ölkə ərazisində yağıntılı hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağacaq yağışın səhər kəsiləcəyi ehtimal olunur. Havanın temperaturu gecə 8-10, gündüz 12-15 dərəcə isti olacaq. Rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-8, gündüz 13-17 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.